Bir insan günah eləyibsə mümkün deyil günah insanın qəlbində aramlıq yaratsın. Günahı Allah ona görə də bəlkə günah hesab eləyib və bizə icazə vermir eləməyə ki, o qəlbimizin aramlığını pozur. Niyə deyir naməhrəmə baxma? Çünki bilir ki, baxmaqla qalmayacaqsan, düşəcək ürəyinə od salacaq, qoymayacaq sənin gününü qara eləyəcək. Ürəyin aramlığını alacaq. Məsələ baxmaq deyil, baxacaqsan aramlığı itirəcəksən. Niyə deyir başqasının malında gözün olmasın? Niyə də niyə? De baxdım da saydım bildim falan şey var. Yox, düşəcək ürəyinə. Deyəcəksən niyə onun var mənim yoxdur? Ürəyini narahat eləyəcək. Aram ola bilməyəcəksən. Siz heç fikir vermisiniz qeybət eləyən adamlara? Qeybət eləyən adamlar belədirlər. Böyle həyəcan içərisindədirlər. İndi birdən gələr, eşilər onu dalıyca danışırım. Allah da deyib ki, buna görə qeybəti eləmə ki, ürəyin aramlığını pozur. Mən istəyirəm sənin ürəyin aram olsun. Sən günah eləyəcəksən, ürək aram olun. Hətta sizə bir dənə sir deyim. Dünyəvi cinsdən nə qəzəb sizə gəlirsə, kökü günahdır. Hər səfər əsəbləşəndə, əsəb ki gəldi sənə, deməlisə ki, mənə bağışla. Bu əsəb hansı günahımın elə bir nəticəsidir. Görünmür bəzən. Üzr istəyirəm, o yandan naməhrəmə baxarsan, bu yanda gələrsən, evdə uşaq bir də hərəkət elər, əsəbləşərsən. Elə bilərsən ki, uşağın hərəkətinə əsəbləşməmsən, naməhrəmə baxmısan orada, ürəyinin aramlığı pozulub, burada əsəb kimi çıxıb orada. Gedərsən birinə yalan danışarsan, sonra o namazın şirinliyini itirər. Namaz qıldınsa, ləzzət eləmədisə, deyirsən, nə oldu bu namaz? Ax, sənlə danışmaq ləzzətli olmalıydı. Niyə ləzzət vermir? Çünki ürəyin aramlığını pozulsan, qalmışsan Allah'ın üstündə. Birinə yalan danışırsansa, gəlmişsən, namaza qalmışsansa, namaz ləzzət verməyəcək. Və Allah verməyəcək. Çünki ürək Allahla aram olur. Amma sən bu aramlığı itirmişsən, itirilmiş ürəklə gəlirsən. Onu həll edən, onun tövbəsini eləyən kimi aramlaşır. Tez aramlaşır, tez də həll olur.